Bu yaxşı adamlar üçün qanundur, müəyyən bir yaş həddi var, namaz qılır, iman gətirir. Amma müəyyən məsələlərdən insan çəkilir, amma çəkindir. Amma müəyyən məsələ belə danışılanda, məsələn, cənnət, cəhənnəmdən başlayıb, yəni görürsən ki, bu insan belə nəsə danışanda belə başlayır şəkk eləməyə, şübhə gətirməyə. Ümumiyyətlə, bu halda necə olur? Və namaz qılır. Hə, namaz qılır, yaxşı adamdır, 60 yaşı var, özü istəyib namaz qılır. Onu başa salmaq lazımdır. Biraz görürsən ki, saldıqca İnsan yaxın olacaq, görürsən, biraz məsələlər yarana başa sala bilmirsən. Yox, yəni onun başa düşəcəyi şəkildə... Özü misal hansı eşitdir, bir də gördüm, gəlib... Başa düşəcəyi şəkildə məsələni çox qəlizləşdirməməyinə, yəni sadə şəkildə başa salmaq lazımdır ki, yəni hətta bilsin ki, yəni bu həyat bu dünyadan ibarət deyil. Yəni əksinə insanın yaradılışında elə məqsəd, qayə budur ki, bu dünya bir tarladır, əkindir. Yəni, onu başa düşəcəyi şəkildə başa salmaq lazımdır. Həmçinin ən sadə dildə, ən azından onlar Qurana iman edirlər, inanırlar. Məsələn, Quranı gətirib, tərcümə ilə oxuyub, başa salmaq ki, yəni Allah bunu Quranda zikr edir. Çünki bilsən necədir, bəzi insanlar var, onlar bu dinləndir deyənə bunu inkar eləmirik. Mənim öz başıma gəlib, qohumlardan biri cənnət, cəhənnəm barədə, yəni cənnət, cəhənnəm barədə, ümumiyyətlə insanların diriləcəyi barədə bir belə qohumlar arasında söhbət eləyəndə biri qayıtdı ki, yəni deyirsən ki, doğrudan da insanlar diriləcək, deyirəm, inanmırsan, deyir, əlbəttə ki, yox, deyirəm, niyə görə? Nəysə, sonradan ortaya çıxdı ki, deməli, bu inanmıram, ona görə yox ki, yəni İslam bunu deyir, Allah bunu deyir, Quran bunu zikr edir və mən də inanmıram. Yəni, təksib babından demir. Niyə görə? Sən demə, bu adam elə bilib ki, bu mollaların uydurduğu nağıl imiş. Buna görə inanmır. Və deyəndən sonra ki, yəni, sən Allahın kitabı Qurana inan, deyir, əlbəttə ki, deyirəm, mən sənə Qurandan göstərsəm, tərcüməni də, yəni özün oxusan, görsən ki, yəni, yox, bu mollaların uydurduğu deyil, bu Allahın kitabında zikr etdiyidir. Buna iman gətirəcəksən, deyir, əlbəttə ki, gətirmişəm, özü oxuyub, söyləyib və iman gətirir həmin məclisdə. Və o günəcən bu adam elə bilirdi ki, kənd yerində yaşayan adamdır, yəni dediyim adam. O günəcən elə bilirdi ki, bu cənnət, cəhənnəm, insanların dirilməsi, bərzəx həyatı və s. Bunlar hamısı mollaların nağılları imiş. Belə də qəbul edib və buna görə inkar edib. Və biləndən sonra ki, yox, bu Allahın öz kitabında zikr etdiyidir, iman etdi. Aydındır. Ona görə başa düşəcəyi şəkildə, yəni, başa salmaq lazımdır. Həm də mən praktikada da olub, yəni belə olub. Elə bir məclis olub ki, 3 dənə öz doğma babam olub, onun bacısı olub və onun yoldaşı olub. Üçü də yaşlı, 90-a yaxın, 80 neçə, biri 83, biri 85, belə. Və başlamışam onların başa düşəcəyi şəkildə, yəni başa salmağa, çox qorxutmamaqla belə. Çünki biraz gördüm, elə bil ki, belə pis təsirlədi. Həm də baxma, yaşlı insandır axı. Yəni, indi təsəvvürlə üçü də həyatda deyil. Allah hər üçünə də rəhm eləsin. Yəni, yaxın zamanın söhbətidir. Təsəvvürlə elə təsirlədi ki, bunlara. Yəni, dərman gətirstirdi, götürdü dərman, yəni birinin ürəyi tutdu, yəni belə qorxuya düşdü. Həm də insan, yaşlı insandır, qoca insandır. Baxma, sən danışırsan, cavan bu barədə fikirləşməyə bilər. Amma qoca nə də olmasa bilir ki, yəni ömrünün əksər hissəsini bu yaşayıb. Yəni ölümün astanasındadır. Və gördüm ki, biraz belə pis oldular. Çox pis oldular. O pis olmalarına da səbəb nə oldu? Düzdür, mən onlar üçün çox sadələşdirmişdim. Çox qorxutmurdum. Sadəcə olaraq pis olmalarına səbəb oldu ki, yəni, hətta dedilər də bunu, yəni, bəs bu vaxtacan biz bilməmişik. O, görürsən, qəlbdə qorxu var da, peşmançılıq var. Və biraz rahatlasınlar deyənə, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisini onlara oxudum, Hüzeyfənin hədisini. Özlərinə dedim ki, bax, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, bundan başa düşəcək şəkildə, vaxt gələcək, qoca kişi, qoca qadınlar olacaq, namaz nədir, oruc nədir, zəkat nədir bilməyəcəklər.
deyəcəklər ki, biz ata-babalarımızdan eşitmişik ki, la ilahə illallah, yəni Allahdan başqa ibadətə layiq başqa bir məbud yoxdur və s. belə və biz də bunu deyirik. Və Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu kəlmə onları cəhənnəm əzabından, Allahın əzabından qurtaracaq. Bu elə bir ki, onların qəlblərinə bir sərinlik gətirdi və özləri başladılar indi sual verməyə ki, yəni biz bu kəlməni desək, yəni görsən ki, insan qurtuluş axtarır. Yəni qəlbdə bu qorxu var, xof var. Və sonra başa saldım ki, əsas tohiddir, əsas budur ki, bu şirk olan əməllər ki var, pirlər və s. bu şeyləri inkar edəsən, başladılar həmin məclisdə inkar eləməyə ki, inanmırıq və s. belə ki, yəni tək ki, Allah bizi qurtarsın da. Və sonra üstündən bir həftə keçmişdi belə, yəni öz babam zəng elədi. Xülasə budur ki, vəfatına yaxın, o bilmirdi yəni vəfat edəcəyini, xəstə olduğunu da bilmirdi yəni. 10 gün ibadət elədi və ibadətlə də həyatdan köçdü yəni. Və Fatihəni bilirdi, ixlası, qızı ona qıldırırdı və bu cürdə qılırdı. Yəni, əlhamdülilə sonluğu belə oldu. Allah subhanə nəsib elədi, aydındır. Yəni, o qəlbdə olan o iman, o Allah qorxusu səbəb oldu ki, Allah subhanə teala bunu ona nəsib elədi.